Salam doktor. Salam. Psixiatriyada istifadə olunan dərmanlar asılılıq yaradırmı? Bilinən yanlışlardan biri də psixiatrik dərmanların asılılıq yaratmasıdır. Təbii ki, bu düzgün bir yanaşma deyil. Psixiatriyada istifadə olunan bir çox dərmanlar asılılıq yaratmır. Xüsusən də antidepresantlar haqqında bu fikir çox deyilir. Heç bir antidepresant qrupu asılılıq yaratmırlar. Sadəcə bunları kəsərkən yavaş-yavaş dozalayıb kəsmək lazımdır. Yəni kiçildirərək kəsmək lazımdır. Həmçinin ən çox istifadə olunan antipsixotiklərdə, normotimiklərdə asılılıq yaratmır. Sadəcə benzodiazepin tərkibli dərmanlar, yəni ən çox istifadə olunanları klonazepam, fenazepam, diazepam, alprazolam kimi dərmanlar uzun müddət istifadə olunanda həm fiziki, həm də psixi asılılıq yarada bilər. Ona görə də bunları əgər zəruri istifadəsi lazımdırsa, maksimum 2 həftə ərzində istifadə etmək olar. Doktor, hansı hallarda psixiatra müraciət edilməlidir? Çox yaxşı sualdır. Çox təəssüf ki, bizdə psixi sağlamlıq bir qədər göz ardı edilir, somatik xəstəliklər qədər fikir verilmir. Ancaq bir çox hallar vardır ki, bunlarda mütləq psixiatra müraciət etmək lazımdır. Ən başlıcası reallıq hissinin itməsi ilə biruzə verən psixi pozuntulardır. Bunun zaman halüsinasiyalar, əgər paranoid fikirlər varsa, mütləq şəkildə psixiatra müraciət etmək lazımdır. Həmçinin əhval-ruhiyyə pozuntularında, depressiyalarda, bipolyar pozuntuda müraciət etmək lazımdır psixiatra. Nevrotik hallarda stresslə bağlı, xüsusən də geniş yayılmış anksiyete pozuntusu, yəni generalizə olunmuş təşviş pozuntusunda, sosial fobiyalarda, panik pozuntularda, uşaqlarda autizmdə, diqqət çatışmazlığı, hiperaktivlik pozuntusunda, əqli inkişafda gerilik olanda, qocalarda demensiyada, müxtəlif psixi davranış pozuntularında mütləq şəkildə psixiatra müraciət etmək lazımdır. HCC Clinical Hospital. Sağlamlığınızı bizə etibar edin.